Deməli, salam qardaşlar. Satılan obyektin və evin çəkilişini başlayırıq. Bax, gördüyünüz kimi bu evin həyətin girişidir. Nafesi 17 metre enində 21 metre, 20 metre, 21 metre uzunluğunda. Başlayırıq. Ola bilsin videoda kəsintilər oldu, yəni video çox düşməsin deyə kəsintilər olacaq. Və başlayırıq. Deməli, bu bizim evə gələn yoldur. Gördüyünüz kimi bu ev buradan başlayır. Bu çəpər də üzü belə var. Gördüyünüz ta yolun axırına qədər sol tərəf satılan evə obyektə məxsus. Sonra bu evin ikinci girişidir. 3 girişlidir. Satılan obyekt 3 girişlidir. Bu həyətin girişidir. Bu da nafeslə, evin nafesi ilə fermanın arasında olan yerdir. Bax, onun girişidir. İndi içərdən çəkəndə bir də görəsiniz. Sonra gəlirik bura. Bu da ki, qardaş, bax, fermadan bu tərəfə, yəni fermadan ki, keçdin bu tərəfə, bağça tərəfə, bu da 3-cü girişdir. Hamısı da burada. Bax, başda birinci giriş, ikinci giriş, bu da 3-cü giriş. Kənd tam, yəni internet var, işıq var, su da görəsiniz, bağçanın düz dibi ilə gedir. Gördüyünüz bu axır, düz yolun axırına qədər, yenə deyirəm, sol tərəf satılan mülkə məxsus. Keçid eləyirik içəri. Bu da ki, bağçadır. Hal-hazırda əkilib xəsildir. 1 hektar ərazidir. 1 hektar. 1 hektar ərazidir. Burada əlavə bax, arı təsərrüfatı da var. Yəni arı biraz azalıb. Burada 30 qutarımız var idi bizim. Biraz baxa bilmirik, ona görə azalıb 7 qutu qalıb. Belə ki, amma hal-hazırda yəni içərisində hamısı bütöv ailələrdir. Arının arxa tərəfində gördüyünüz kimi, yəni burada özümüz üçün, nə bilim, 10 sotluq, 5 sotluq ağır ot üçün yer ayrılıb. Gördüyünüz kimi bu hər şey əkilib, yəni insan yaşaması üçün lazım olan hər şey. O biri tərəfdə hazırlanıb əkinə. Bura ilə su gedir, yeraltı şlanklarla su içir. Bax. Deməli, bu da həmin fermadır. Böyründəki o üstü düzəlmiş 20 ton su tutan su çənidir. Ferma da budur. Ferma hal-hazırda demək olar ki, otla doludur. Usta hesabladığına görə kvadrata vurdu. Ağzını açan dolduranda 10.000 ot tutur. Yəni bu bağça tərəfdən fermanın çəkilişidir. Bağça tərəfdən. Gördüyünüz kimi buradan raşotka ilə ayrılıb ki, bağçaya heyvan keçməsin. O da cins inəklərdir. Yiyiblər, kölgədə yatıblar. Bu da təkərlərdir. Bura düzülüb. Yəni gələcəkdə heyvan artımı olsa, bağçaya düzüb və yaxud bura düzüb içində 50 boy ot vermək olar. Bu da biz buna çaxçaq deyirik. Dəmirdən düzəlmiş çaxçaqlardır. Biri oradadır, ikisi də burada. Yəni biz heyvanı içəri bağlamırıq. Biraz bağladıq, sağdıq, nə bilim, yemin zadını verdik, boşlayırıq çöldə burada, gün havada gəzir. Burada otun atırıq, yeyir. Gördüyünüz kimi o bağça ilə bura ayrılıb. O gördüyünüzdə təndir damıdır. O su düzəlmiş nafesi təndir üçün yerdir. Çörək pişirmək üçün. İndi keçirik tövlənin isti tərəfini, həyət tərəfə çəkilişə. Deməli, bunu da çəkməmişdim, bu qalmışdı. Bu nafesin arxa tərəfində, burada 2 dənə nafesin baş tərəfi var. Təxminən bu pəncərədən biraz bu tərəfdən başlayır axıra qədər. Burada 2 dənə dam var. Bura belə bir sex quraşdırmışıq. Sovetində işlənməmiş vəziyyətdədir. Təzə sexdir. Gətirib quraşdırmışıq. 1 dəqiqəyə bir presi çəkir. Yəni o turba girən yer ot üçündür. Bu biri tərəfdən də indi deşib salmamışam. Bugün sabah fikirləşirəm, deşim salım. Bu biri tərəfdəki damada yem vurulacaq. Yəni yemiz, otu dama vurmaq üçündür. O divara vurulanda bunun açar uçarıdır. Belə.
Hə, deməli belə qardaş, bu da fermanın isidir. Gördüyünüz kimi 56 başmal tutur. Buranın yerini atmırıq da, biraz evdə xəstə zad var, ona görə yəni mən də işdə olam. Ona görə bu buzoylar burada da qalır, təmizləmirik bunların yerini. Amma digər tərəflər gördüyünüz kimi bu heyvanların yeridir. Hamısı da burnun basıb su içmək üçün yerlərdir. Axurlarda da duzlar var, bu formadadır. O axura vurulan bunlar da ki, yumru Türkiyədən gəlmə duzları bağlamaq üçündür. İndi fermanın içində müəyyən belə taxtalar zatlar var. Onlar da ki, heyvan az olduğuna görə o danaları satandan sonra 2 dəfə doldurub satmışam buranı. Dana satandan sonra heyvan aldım, heyvan azaldım deyə lazım olan, özümüz əkim işinlə məşğul, lazım olan nə varsa gətirib yığıblar bura. Əlavə də bəlkə bir 30 zəniyə kimi də içəridə arı kutusu var. Gördüyünüz kimi o zincirlər də hamısını çıxarmışam. Heyvanlara lazım olanlar qalıb orada. Lazım olmayanlar çıxarmışam. Bax bu başa burada belə yer var, düzəltmişəm, asmışam bura. Gördüyünüz kimi bax ferma budur. Baş tərəfdə olan 2 dənə qapı. Biri həmin o 2 dənə damın qapısıdır. Ot üçün, yem üçün. Biri də buzoy damı üçündür. Yerdən də təxminən 14 daş, 15 daş hündürlüyündədir. Gördüyünüz kimi. Hamısı da bax buruq turbaları ilə işlənmiş işləmələrdir. Hamısı da buruq turbası ilə işlənmiş. Hələ o vaxtı 8 il bundan qabaq alanda mən metrəsini 8 manata almışdım. Bu hələ yuxarı ilə gedən bu əkmələrin demirəm. İçəridə süd sağmaq üçün aparat var. Sütü çəkmək üçün evdə təzə aparat var. Nə bilim, yerdə bir 900 litrlik indi həyətdə göstərəcəm bir dam var. 900 litrlik bir dənə xaladinlik var. Bax belə, indi görürük bax bura. Yem damına, pin damına işığı yandıraq. Gördüyünüz kimi, bax buradan girişdən girən kimi sağda həmin o deşik açmadığım dən damıdır. Yəni yem damı. Bu da qapısı var. Yem çəkəndə qapını bağlayırsan, o qədər tozla dolmasın. Bu da bizim pin damımız. Ot damımız da belədir. Sonra indi işığı söndürək, biz o damı çəkək. Bu da buz oydamıdır. İndi açaq girək içəri. Bax, buzovlar üçün lazım olan hər şey burada var. Bura böyük bir buz oydamı götürmüşəm. 2 dənə də buz oyun var burada. Otu qabağında suydakı burnun basıb içir. Belə. İndi keçək həyətə. Məsələn, bu oradan otu gətirmişəm. Bax, gördüyünüz kimi. Bura tökmüşəm. Burada qarışdırmışam. Yemlərin hazırdır. İndi birazdan boşlayacağım qabaqlarını. Deməli, bu da fermanın ev tərəfdən çəkilişidir. Yəni, ev tərəfdə durmuşam. Ferma çəkiliş eləmişəm. Bu buz oydamının qapısıdır. Pəncərələrdir. Bu da tövlənin qapısıdır. Bax, bunlar da gördüyünüz kimi çuğundur yemidir. Açılıb heyvan üçün. Bax, burada sizə göstərəcəm. Bax, bu gördüyünüz 2 dənə dam. Həmi minidir, həmi letini, zimnidir, həmi letini. Bura toyuq üçündür. Toyuq, quş, hündüşqa bu hal-hazırda. Yəni, qapıdan hündüşqa, toyuq. Bax, gördüyünüz tovuz quşlar da buradadır hətta. Tovuz quşu da saxlanılır burada. Hamısı buradadır. İndi toyuğun üçün damı da çəkəcəm. Gördüyünüz kimi, bax, onlar da qırağa vurulan baçoklar da toyuqlar yumurtlamaq üçündür. 3 dənə tovuz quşudur, nə bilim, biraz hündüşqadır, biraz toyuqdur. Hardasa təxminən 100-ə yaxın toyuqdur, biraz hündüşqadır, 3 dənə də tovuz quşu, yəni qənətlidən gedir də söhbət. Burada bir dənə əlavə ütü var, bu qardaşımındır, bu heç. Evin belə bir görünüşü sizə göstərim, yəni burada əlavə evin qırağında firmalar var. Əlavə bir yerdən çıxardaq tikmək üçün.
Bir dənə burada satılmayan bu ütüdür. Ütü də qardaşımındır. Bura boş olduğu üçün gətirib saxlayıb burada. İndi çardaq tərəfdən evin görünüşünü çəkək. Bu evin evdir. Qabağındakı da bu hündür çardaq. Hamısı profnasiyyə ilə işlənmiş çardaqlardır. Bir dənə qapan var həyətdə. Yəni, Sovetdən qalma qapandır. Bu gördüyünüz bu iki dənə də əldamıdır. Yenə də bu tövlə ilə evin arasında olan bu boş bu qirəbilli sahəyə açılır qapısı. İki əldamı bəri açılır. Bax gördüyünüz kimi bu iki əldamı da qapısı evə tərəf açılır. Hamısı da super üsulla işlənmiş əldamılar. İndi keçirik həyəti çəkməyə. Deməli gəldik həyətə. Bu həyətin vizual görünüşüdür. Bu həyət. Həyət sözü hərçəng betondur, amma qirəbil tökülüb, qirəbildə daşlaşıb qalıb. Həyətin qıraq tərəfində belə bir gül yeri var, səliqəli. Sonra üzr istəyirəm, Samuzel buradadır, yəni ayaq yolu. Sonra su çənidir, böyründə həyət üçün mini kuxunadır. O tərəfində yenə də bir dənə mini damdır, nəsə yığmaq üçün. Qaldı bu tərəfə, burada da o 3 dənə girişin ikisi damdır. Həyətə baxır qapıları, ortadakı arxaya keçiddir. Ferma tərəfə keçiddir. Belə dam doludur dənlə, taya doludur qardaş otla. Evdəki deməli 4 otaq, bir kuxuna, bir dənə də bu girişdə bir böyük bir otaqdır. Pilləkən girişində bir böyük otaq da oradadır. Deməli 2 yataq otağıdır, iki qonaq otağıdır, kuxunadır, bir də giriş. Bu cür qapıda nə görürsünüzsə, hamısı satışa daxildir. Bu motordakı həmin o sexin motorudur. Prosta biz traktorla düzəltmişik. Yəni Lübov vaxtı 3 faza şotçuk qoyub motorla işlətmək olar. Motor tam işləyə vəziyyətdədir. İndi keçirik bu əldamın birini açırıq. Bu həyətdə mini kuxuna deyirdim. Bax həmin bu mini kuxunadır. Bir dənə işığı yandırım. Gördüyünüz kimi həyətdə mini kuxuna da var bu formada. Bu da ki həmin 900 litr xaladen idi. İçinə həm süd, qatıq, yağ, belə şeylər yığmaq üçün. Belə. Yəni biz özümüz burada illərdir burada yaşayan adamıq. Gördüyünüz belə cürələr də var burada. Yəni bu təsərrüfatla məşğuluq da. Hamısı ilə məşğuluq biz. Qiymət barədə də əgər maraqlanan olsa, deyərsiniz qiymət danışarıq qardaş. Sağ olun, salamat.